İnsanların qəlbində elə bir yer var ki, heç kim ora toxuna bilmir. O tənhalıqdır. Bizim hər birimiz barmaq izlərimiz qədər fərqliyik bir-birimizdən. Əgər bir adam mülayimdirsə, özündən kiməsə yaxşılıq etməyi sevirsə, elə həmişə edəcək də bunu. İnsan daha çox o təkliyini və tənhalığını bilirsiniz harda ölçür? Çətin anlarında. Məni evdəki həyat yoldaşım görmədi, xanımım mənə gözəl cümlələr demədi, məni ilhamlandırmadı. Mən də başqa bir xanımı neyləmişəm? 3 dənə gözəl mesaj yazmışam. Və bunu don geyindirirəm ki, saçma sığal dəymədiyi üçün tənhalıq hiss edib başqa bir bəydən bu sığalı görmək istəyirəm. Kitab oxumağın yerinə tatu etməyi seçir. Tatu da bu insanın ailəsində qəbul olunmur. Sən möhtəşəmsən. Sən kainatda yaradılmış ən möhtəşəm bir varlıqsan ki, o qədər detallı hesablanmışıq ki biz. Yəni bizim hər bir nöqtəmiz detallı surətdə hesablanıb.